Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? İnşallah yaxşı olasınız. Deməli, so do I, neither do I tipli cümlələr. So, also, to həmçinin da, də deməkdir. Neither, either həmçinin da, də deməkdir. Buna neyzə, eyzə deməyin, çox xahiş edirəm. Məsələn, bir cümlə verir. This is a teacher, o müəllimdir. This so is Mike, Mike da həmçinin. Ya da Mike is a teacher too. Mike da həmçinin. Ya da Mike is also a teacher. Mike da həmçinin. Yəni Mike da həmçinin müəllimdir. Və sağ olun. Bəs testi necə tapaq? 1. Test veriləndə ümumiyyətcə variantda görsən so, also, to, neither, either. Bunlardan biri, ikisi, üçü varsa deməli bu mövzu. Yanaşman belə olsun. Birinci sualın təsdiqdə olub olmadığına baxın. Yəni verilən cümlənin təsdiqdə yoxsa inkarda buna baxın. Məsələn, təsdiqdədir, əla. 2. Verilən cümlə hansı zamandadır? Ona baxırsınız. Tamam mı? Cümlə təsdiqdədirsə mən variantdan so, also, to. Bunlara baxacağım, bunları seçəcəm. Verilən cümlə təsdiqdədirsə mən variantdan so, also, to axtaracağım. Neither, either axtara bilmərəm. 2. So, also, to'nu seçdiyim cümlələr də təsdiq olmalı. Yəni onların işləndiyi cümlə təsdiq olacaq. İnkar ola bilməz. Nə olsun ki, burada so, burada to var. O cümlələr inkar olmasın. 3. Nə dedik? Zaman. Verilən cümlə təsdiqdədir. So, also, to axtardım. So, also, to'nun öz cümləsi də təsdiq olacaq. Bir də zaman. Hansı zamandadır? Həmin zamanın eynisini seçirəm, ya da həmin zamanın köməkçi feili olan variantı seçirəm. Buna görə də siz zamanların düzəlmə formasını düzgün oxuyun. Həm təsdiq, həm sual, həm də inkarı. Yaxşı mı? Və yaxud hansı modalı görürsən, eyni modalın özünü axtar. Bütün modalların sual, inkar, so, do, I, hər şey özü ilə düzəlir, amma have to, has to, had to-dan başqa. Have to, has to görsən, do, does deməkdir, amma had to görsən, did deməkdir. Yəni have to, has to olan cümlələr indiki sadə, present, simple'dır. Köməkçi və do, does'dır. Had to olan cümlələrsə past simple, yəni keçmiş sadə, ona görə köməkçi və did sayılır. Went hansı zaman keçmiş, ona görə did ya da past simple, keçmiş sadə axtarım. Will gələcək, ona görə will axtarım. Əmizardan fərqi yoxdur. Əmizardan hər hansı birini gördün, yenə bu üçündən birini axtara bilərsən. Jane burada təhdi deyə iz vermişəm. Orada we'yə görə məsələn ar verirəm. I olsaydı am verərdim. Was were gördün, was were seç. Have, has, haddən sonra feilin üçüncü forması gəlibsə, o zaman have, has, hadin özünə fikir veririk. Çünki bu bitmiş zaman. Have, has üstəcə feil 3, indiki bitmiş, yəni present perfect. Amma had üstəcə feil 3, bu past perfect, yəni keçmiş bitmiş. Onda köməkçi feil ilə have, has, hadin özü olur. Sonra verilən cümlədə mənim feilim let, cut, put, shot, hit, read, coast, hurt, spread, hətta broadcast, cast, nə bilim, yenə bəlkə verərsiniz. Bunların hər hansı birini görsəniz, mübtədası üçün şəxsi təkil, amma esi yoxdur. Deməli, bu hansı zamandır? Keçmiş. Çünki bu saydığımız feillər keçmişdə də olduğu kimi qalır. Üçün şəxsin təkində fərqləndirmənin bir yolu var, o da üçün şəxsin təkində es qəbul edirsə indidir. Yəni indiki sadə. O zaman köməkçi və do ya da does axtarım. Yoxdursa keçmiş sadə olduğuna görə did axtarım. Və belə bir şey verəcəklər. Biz bilirik ki, apostrof s gördüksə bu ya isdir, ya hasdir, ya da nədir? Yəlikdir. Yəlikdə də keçmişdir. Yəliksə təbii ki, bundan sonra isim birləşmə gələcək. Bu başqa, bu yəli mövzusudur. Feili üçüncü forması varsa, indiki bitmişdir. O zaman have, has'in özünü axtarıram.
Yox. Feilin üçüncü forması yox. Başqa hər şey gəlib. İsim, sifət, say, əvəzi, artikel. Hətta ing də gəlsə belə, o zaman nə axtarırsınız? Elə izin özünü axtarırsınız. Yəni, məsələn, burada apostrof s, ing var, deməli bu izdir. Okay? Üçüncü şəxsdəki iz olur. VUZ-də ar olur. M, ayda da M. Apostrof s-dən sonra feilin üçüncü forması yapsa bu has deməkdir. Bu id şəklində də gələ bilər. Deməli, indiki bitmişdir. Yəni, bu hasdır. Üçüncü şəxsin təkində has olur, amma digər şəxslərdə have olur. Yəni, bu cür fərqləndirəcəksiniz. Have əsas feildir, var. Have to malı-məli, modal feildir. Has əsas feildir, var. Has to malı-məli, modaldır. Hər ikisi də fərqi olur. Have to, has to. İndiki sadə zaman olduğuna görə köməkçi və do doesdır. Had to var idi, bu da malı-məli oldu deməkdir. Fərq yox, hər iki halda da keçmiş sadə olduğuna görə köməkçi və diddir. Amma bayaq dediyimi yenə də deyirəm. Have və has köməkçi feillərindən sonra əsas feilin üçüncü forması gəlibsə, bu indiki bitmiş zamandır. Ona görə köməkçi feil have has'ın özünü axtarır. Okay? Haddən sonra gəlsəydi, təbii ki, üçüncü forma bayaq dedik. Onda nəyi axtaracaqdım? Hadin özünü. Məsələn, has to indiki sadədir, do doesdır. Had to keçmiş sadədir, did. Üstəcə üçüncü forma olduğuna görə köməkçi feil özüdür. Üstəcə üçüncü forma olduğuna görə köməkçi feil özüdür. Qalan hər şey neither, either'da da eynidir. Sadəcə verilən cümlə inkarda olanda biz nə axtaracaq? Ya neither ya da either. Ya neither ya da either. Ya neither deyin, ya either deyin, ya neither, either. Amma neither demeyin. O müəllim deyil. Mike da həmçinin, yəni Mike da müəllim deyil. Cümlə inkarda olmalıdır ki, mən neither ya da either axtarım. So, also, to axtara bilmərəm. Neither özü inkardır, bir cümlədə iki inkar olmur, amma either'ın olması üçün onun cümləsi mütləq inkarda olacaq. Verilən cümlənin özü də inkar olmalıdır, variantdan seçdiyimiz cümlə də inkar olmalıdır. Yəni, bu cümlə inkar olmalı ki, either düz olsun. Neither'ın yanında ikinci inkar vermirəm. Versəm səhvdir. Either'ın cümlənin sonunda gəlir, yadda saxlayın, əvvəlində yox. Cümlənin sonunda gəlir və o either'ın düz olması üçün onun cümləsi inkarda olmalıdır. Birinci cümlə zaten inkarda olmalıdır, o heç. Yenə hansı zamandasa eyni zaman ya da onun köməkçi feillərini seçirik. Bu başqa məsələ. Bir də söz sırası necə olur? Burada vermişik, yenə də verək. So və neither'da söz sırası həmişə köməkçi feil. So'dan, neither'dan sonra gəlir, sonra mübtəda gəlir. So, do I. So, do I. Neither, do I. Bax belə. I do deməyin. Either inkar cümlənin sonunda gəlir. To, təsdiq cümlənin sonunda gəlir. Also da ortada. Yəni, əsas feildən əvvəl, məsələn, köməkçi feildən sonra, to-be'nin formalarından sonra və s. Elə güclü also ilə bir şey düşməz. Amma məsələn, so Jane does deyər, səhvdir. Amma so does Jane, məsələn. Either'ı əvvəldə verər, səhvdir. To-nu əvvəldə verər, səhvdir, axırda. Bir də iki cümlənin arasına but verəndə bir-birinə zidd olur. Bu təsdiq, bu inkar. Bu inkar, bata görə bu təsdiq. Çox sadə mövzudur. İndi bunun testlərinə baxaq. Testlərində neyniyək? Görüşək. Əslində testlər bunu ayrıca da verə bilərəm, amma nəysə.